Salam, BİM 2026 model tipli testlərin içərisindən belə bir Python sual. Deməli, A siyahısı verilir. I hər dəfə gedir 2-dən 10-a qədər. Yəni nə demək istəyir? 2-dən 10-a qədər. Bu da 9 çıxılsın 2 üstə gələk 1. Neçə dövr var? 7 plus 1 8 dəfə dövr edəcək. Yəni 2-dən 9-a qədər. Və A siyahısının arxasınca append elə, yəni əlavə et bu hissəni. Gəlin baxaq görək. Ümumiyyətlə sıralamanı gedək görək nə baş verir. Tutaq ki, i başlanğıcda 2 qiymətini götürsə, onda A siyahısına nəyi append eləyəcək? Buradan yazaq. A bərabərdir 1, 2 saxlayaq burada. Aşağıda 1 üstə gəlinsin. Deməli A i-yə 2 verdi. 2-dən 2 çıxanda 0, üstə gələk A, 2-dən 1 çıxanda 1. Deməli 1-in üzərinə gəlir 0-cı indeks 0, bu da 1. 0-cı indeks 1-dir də, 1-ci indeks də 2-dir. Bu nə verir bizə? 2, 2, 4-ü verir. Deməli 4-ü bunun arxasına append eləyirik. Bu da oldu nömrəliyək hər dəfə yazanda problem yaratmasın 2. Sonra i gəlib. Deməli, bu 8 dəfə dövr edəcək. 3 qiymətini alanda yenə 1-in üzərinə gəlir. A nəyi? 3-dən 2-ni çıxır. Deməli, 2 geri, 1 geri gedir. Üzərinə 1 gəlib toplayır. Bu dəfə 3 qoyanda, 3-dən 2 çıxanda 1, üstə gəlinsin A, 3-dən 1 çıxanda 2. Bu da nə istəyir? 1 üstə gəlinsin. Birinci indeksimiz nə idi? 2. İkinci indeksimiz nə idi? 4. Bu da bizə verir 7. Deməli, arxasınca 7. Bu da 3-cü sırada durur. Biz belə baxsaq bu nəyə oxşuyur? Nəyi vermək istəyir bizə? Deməli, baxsaq görərik ki, 2 geri 1 irəli, yəni 2 geri, bir də 1 gerini toplayır. Üzərinə 1 vahid gəlir. Deməli, 2 üstünə 4, 6, 1 vahid 7. Deməli, bundan sonra 8 dəfə dövr elətdirsək, yəni bu hissədən sonra 8 dəfə dövr elətdirsək, burada dayanmışdıq. Deməli, onda bizə hansı qiymətləri verəcək? Deməli, 4, 7, 4-ün üstünə 7 gələndə nə verir? 11, 1 üstə gəlirsən, 1 üzərinə 1 gəlsən 12. Sonra 7 ilə 12, 19, 1 gələndə 20. Sonra 12 ilə 20 gələndə 32, 1 gələndə 33. 8 dövr elədi. 1, 2, 3, 4, 5 yox, 3-ü qaldı. 20 ilə 33, 53, 1 gələndə 54. 33 ilə 54, 87, 1 gələndə 88. Bir də 54, 88 nə verir bizə? 143-ü vermiş oldu. Deməli, 8 dəfə dövrümüzü getdik. Bir də baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Sonra növbəti, deməli, bu dövrü bitirdikdən sonra baxırıq digər foya. Deməli, bu fonu getdik, bu foya baxırıq. İ gəlir 0-dan 5-ə qədər dövr edir. Yəni 0, 1, 2, 3, 4. Sonra deyir ki, aşağıda deməli i gedib 0 alanda 1-2 dənəsini gedək, sonra açılışını bizə göstərəcək. I gedib 0 alanda onda aşağıda A 9-dan 0 A 9-cu indeks bərabərdir A. İ'miz 0 idi, üstünə 1 gəlir. Deməli, A 9-cu element 0-ın üstünə 1 gəlir. 0 nə olur? 1. Düzdür? 1-in üstünə də 1 gəlir. 0-cı indeksin yerdə 1 idi burada. 1 üstünə 1 eləyir 2. Deməli 9-cu indeks 2 olur. İndi burada baxsaq, nömrələsək 3, 4, 5, 6, 7, 8, bu da 9. 9-cu indeksimiz nə idi? 143. İndi biz 143-ü buradan silirik. Onun yerinə nəyə əlavə edirik? 9-cu indeksin yerinə 2-ni əlavə edirik. Gəlin bunu da belə fərqli qələmlə yazaq. Məsələn, bura olsun 2. Aha. Sonra, indi növbəti dəfə davam eləsək bir ikisinə. Deməli, i bu dəfə, deməli 0-ı götürdü, indi 1-ə baxırıq. I gəlib 1 qiyməti alanda yenə A 9-dan nəyi? 1-i çıxır, 8-ci indeks bərabərdir A. Deməli, i-nin yerində 1, üzərinə gəlir 1-i. Deməli, 8-ci indeks görək nə olacaq? Birinci indeksimiz 2-dir. 2 üstə 1 gəlir, eləyir 3. Aha. 8-in də yerinə gəlib 3 qiymət almış olur. Bax, bura. 8-in də yerinə biz nəyi yazmış oluruq? 3-ü yazmış oluruq. Yazaq bura 3. Buraya yazaq 3. Aha. İndi bunu neçə dəfə? Bunu 5 dəfə icra eləyəcək. 5 dəfə icra eləyəndə 1, 2, 3, 4, 5. Bax, bura qədər qiymətləri dəyişəcək. Amma necə dəyişəcək? Baxırıq ki, hər dəfə deməli indekslərin üzərinə bax 0-ın üstünə 1, 1-in üstə 1. Deməli, bu birinci indeksin üstünə 1 gəlib 2-ni yazıb bura. Simmetriyadır da 2-nin üstünə 1 gəlib 3. 4-ün üstünə 1 gələndə artıq bura olacaq 5. Bax, buradan gördük. Yazmağa ehtiyac yoxdur, vaxt gedir.
Burada oldu 5. Sonra 7-nin üzərinə 1 gəlir. Burada olur nə? Burada olur 8. Aha, bura yazıram. Nə yazıram? Bura yazıram 8. Sonra 13-ün üzərinə 1 gəlir. Burada da olur nə? Burada da olur 13. Aha. 13'ü də bura yazıram. 13'ü də bura qeyd eləyək. 13. Aha, neçə dənə dövrümüz var idi bizim? 1, 2, 3, 4, 5. Yəni 1, 2, 3, 4, 5. 5 dəfə dövrə. O da 1, 2, 3, 4, 5. 5'e tamamlandı, tamamlandı. Və nəhayət nə almış olduq? Almış olduq ki, deməli A siyahımız deməli 1-dir, 2-dir, 4-dür, 7-dir. Buradan baxanda görürəm ki, artıq bu B variantını vermiş oldu. Baxın, baxın. B variantı, yox, yox, yox. B deyil. C variantıdır, bağışlayın. C variantını vermiş oldu. 1-dir, 2-dir, 4-dür, 7-dir. Baxın, simmetriyə. Aha, C variantı. Deməli, bunu buradan yazsaq, 1-dir, 2-dir, 4-dür, 7-dir, 12-dir, 13-dür, 8-dir, 5-dir, 3-dür, bir də 2-dir. Bu da olur nə? C variantı. Sağ olun, hələlik.